Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala men la nebi ba'de. Möhtərəm müsəlmanlar, biz Allahın izni ilə Şeyx Rabi Rahiməhullahın Quran məclislərindən çıxarılan faydalar dərslərimizə davam edirik. Deməli, bugün mövzumuz İxlasın bəyanıdır. Şeyx Zümər surəsindən bəzi ayələrdən faydalar çıxararaq buyurur ki, İştəmələti surəti Zümər alə bəyanı İxlas. Yəni Zümər surəsi özündə cəm eləyib İxlasın bəyanını. Ve buyurur ki, ilk ayelerde Allah subhanahu teala buyurur ki, Tenzilül kitab minallahil azizil hakim. Tenzilül kitab, yani kitap nazil olup, yani Kur'an, minallah, Allah tarafından. El azizil hakim, kudretli ve hikmetli Allah tarafından. İnna enzelna ileykel kitabe bil hak. Yani biz sana kitabı hak olarak nazil etmişik. Biz sana kitabı hak olarak nazil ettik. Fa'budillaha mukhlisan lehu'd-din. Elə buna görə də dini məhz Allaha aid eləyərək yalnız ona ibadət elə. Əmrə bi ibadətillah vəl-ixlasi lillah təbarək və təala. Yəni Allah Subhanahu taala əmr edir Allaha ibadət eləməyi və ona ibadətdə ixlaslı olmağı, yəni səmimi olmağı. Və əmrə rasulahu sallallahu alayhi və səlləm ən yəqul və öz peyğəmbərinə, rəsuluna, yəni Muhammed sallallahu aleyhi ve sellemə əmr edib ki, belə desin. Qul inni umirtu ən a'budallaha muxlisan lehu'd-dini. Və mən, yəni de ki onlara, yəni mən dini ibadəti məhz Allaha məxsus edərək, yalnız ona ibadət etməklə əmr olunmuşam. Qul illəh a'budu muxlisan lehu'd-dini fa'budu ma şi'tum min duni. Qul innel xasirinellezine xasiru anfusahum ve əhlihim yevmel qiyamə ələ dəlikə vəl xusranul mubin. Yəni onlara de ki, mən dinini yalnız Allah'a məxsus edərək, yalnız ona ibadət edirəm. Yəni heç bir şey şərik qoşmam ona. Siz də ondan başqasına istədiyinizə ibadət edin. De ki, əsl ziyana uğramaq. Qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Yəni əsl ziyan çəkənlər kimlərdir? Qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Dəlikə vəl xusranul mubin. Məhz açıq aydın ziyan da elə budur. Mədihül azim, fəlah və necəh limən yettəbi'u rasulul kiram aleyhissalatu vesselam. Şeyx Rahiməhullah buyurur ki, əzəmətli təriflər, nicat kimə aiddir? Rəsullara tabi olan. Xüsusən də, xassətən Muhammedən xatəmin nəbiyyin. Peyğəmbərlərin sonuncusu olan Muhammed sallallahu aleyhi ve sellemə tabi olanlar üçündür. Nicat, böyük tərif. Yettəbi fi əqidətihi və mənhəci. Yəni ona tabi olanlar əqidədə və mənhəcdə. Fi ibadətillah lillahi və ixlasi dini lillah. Və Allaha ibadətdə və Allaha ibadətdə ixlaslı səmimi olmaqda. Fi hədiyi surə təndidiş bi şirk və əbi əhlihi. Həmçinin bu surədə Allah subhanahu ta'ala qınıyır şirki və onun əhlini məzəmmət eləyir. Və onların gedəcəyi yeri bəyan eləyir. Və misal çəkir şirkə və onun əhlinə və onun əshabının, yəni şirk əhlinin gideceği yere. Fihə da'vatu ilə sıdq və zəmmir lil-kəzib vəl-kəzibin. Və həmçinin bu surədə Allah subhanahu ta'ala doğruluğa çağırır və yalanı və yalancıları qınıyır. Və buyurur ki, فَمَنْ أَظَّمْ مِمَّنْ كَذَّبَ عَلَى اللّٰهِ وَكَذَّبَ بِالصِّدْقِ إِذْ جَاءَهُ. Deyir ki, o kimsədən daha zalim kim ola bilər ki? Neyniyir? Allaha qarşı yalan uydurur və doğruluq ona gələndə, yəni doğru söz ona gələndə, Allah'ın ayetleri vesaire, o neyniyir? Yalan sayır. Onu yalanlayır. Əleysə fi cəhənnəm məthvəl lil kafirin. Məgər cəhənnəmdə kafirlər üçün yer mi yoxdur? Sonra buyurur ki, vəllezî cəə bis-sidq və saddaqə bi ulaikə humul muttaqun. Yəni haqqı gətirən doğruluğu və onu təsdiq edən möminlər, peyğəmbər və s. Əsl müttəqilər bunlardır. Ləhum mə yəşəunə ində rabbihim. Onlara Rəblərinin yanında istədikləri hər şey var. Zəlikə cəzaul muhsinin. Bu da yaxşı əməl sahiblərinin mükafatıdır. Fəfi əyət kəthirə. Yəni bu barədə çoxlu ayələr var. Və fiyə hədis kəthirə məthəl lis-sidq və zəmmi şədid lil-kəzib. Və çoxlu hədislərdə doğruluğun təriflənməsi və yalanın şiddətli şəkildə qınanılması və məzəmmət olması gəlmişdir. Və yalancıların həmçinin. Fəkunu minəs-sadiqinə və musaddiqinə bimə cəə bihi Muhammed sallallahu aleyhi ve sellem kitab və sünnə. Və siz də doğru danışanlar və Muhammed sallallahu aleyhi ve sellem kitab və sünnətdə gətirdiyini təsdiqləyənlər olun. Musaddiqinə bil əxbar istiqat əlləzinə ətəbərəllahu bi əxbarihim. Yəni siz doğru insanların, ədalətli insanların, etibarlı insanların gətirdiyini təsdiqləyənlər də olun. Yəni o xəbərləri ki Allah etibar eləyir, yəni doğru insanların, etibarlı insanların xəbərləri təsdiqlənir.
ومن منهج الكتاب والسنة والسلف الصالح أن تقبل الأخبار الثقات الصادقين المعروفين بالزهد والورع والاستقامة والعدالة. Ve doğru danışan, ədalətli, təqva əhli, doğru yolda olan, bilinen, etibarlı insanların xəbərlərini təsdiqləmək və xəbərlərini qəbul etmək həm Qurandan, həm də sünnətdən, həm də sələf salihin yolundandır. Əmmən nukran və əxbərihim fəhum fi yevminə daləl mubin. Amma onların xəbərlərini, yəni etibarlı insanların xəbərlərini inkar etmək isə açıq aydın zəlalətdir. Və min turuqil a'dail ənbiyə vəl mursalin. Və rəsulların və göndərilən peyğəmbərlərin düşmənlərinin yollarındandır. Dəvət ilə təvvə. Həmçinin Allah Subhanahu taala bu surədə tövbəyə dəvətindən bəhs edir. Və fi hadihi sura dəvət ilə təvvə və rücu ilə Allah. Yəni bu surədə nə var? Tövbəyə dəvət və Allaha qayıdışa dəvət var. Və Allahın rəhmətindən ümidsizliyə qapılmağın nəyi var? Qınanılması var. Adəmül yəs min rəhmətillah. Allahın rəhmətindən ümidini üzməmək lazımdır. Allah Subhanahu taala buyurur ki: "Qul ya ibadiyellezine esrafu ala anfusihim la taqnatu min rahmetillah." De ki, ey özlərinə qarşı həddən aşmış qullarım. Yəni o kimsələr ki, düşünürlər ki, Allah tövbə eləsə, Allah onları bağışlamayacaq. Günahları əvvəldən böyük olub. Yəni böyük günahları olub, sonra fikirləşirlər ki, biz bu qədər böyük günah eləmişik, tövbə eləsə Allah bağışlamayacaq. Allah bu insanları necə adlandırır? Deyir ki, ey mənim özlərinə qarşı zülm etmiş bəndələrim. Allahın rəhmətindən həm ümidinizi üzməyin. Allah innallah yaghfiru zunube cemi'a. Allah günahların hamısını bağışlayar. Yəni tövbə eləsəz. İnnehuvel gafurur rahim. Həqiqətən o bağışlayan və rəhmlidir. Və enibu ilə rabbikum. Tövbə edin, qayıdın Rəbbinizə, dönün ona. Və əslimu lehu min qabl ən yətiyekumul azab, thumma la tunsarun. Əzab sizə gəlməmişdən əvvəl ona təslim olun. Sonra sizə heç bir kömək olunmayacaq. Zümer suresi 53 ve 54. ayetler. فهذه دعوة من الله لعباده والبيان لسعة رحمته ودعوة للتوبة. Yani bu Allah Subhanahu Taala'nın kullarının çağrışıdır. Ve onlara öz geniş rəhmətinin beyanıdır. Ve həmçinin onları tövbəyə çağrışıdır. Qul ya ibadiyellezine esrafu. De ki, ey özlerine karşı həddini aşmış kullarım. Esrafu fi zunub ve maasi. Həddini aşıblar günahlarda ve asiliklərdə. La taqnatu min rahmetillah. Allah'ın rəhmətindən ümidinizi üzməyin. Abvabu tövbə məftuhə li ibadihi. Allah'ın öz qullarına olan tövbə qapısı açıqdır. Ləv kânel müşrikin. Hətta müşrik olsalar belə. Hətta müşrik olsalar belə. Və ləv kānu fi nihayətid dalal. Və zəlalətin ən son həddində olsalar belə. Ləv kānu qatalu və zalamu. Hətta kimisə öldürsələr, zülm eləsələr belə tövbə qapısı açıqdır. Fəqat təbəllahu alə mən qatələ mi'ətə nəfsin. Allah Subhanahu taala 100 insanı öldürən tövbəsini qəbul edib. Və müşriklərin tövbəsini qəbul edib. Rəsulların, düşmənlərin tövbəsini qəbul edib. Əllədinə hərəbur rəsul. Allah Subhanahu taala rəsullara müharibə eləyənlərin bir tövbəsini qəbul edib. Fəaleynə bit-təvbə və inabə. Bizim də üzərimizə vacibdir ki, tövbə eləyək, Allaha qaydaq. Çünki Allah buyurur ki, وَأَنِيبُ إِلَى رَبِّكُمْ. Rəbbinizə tərəf dönün, qaydın. وَأَسْلِمُوا لَهُ مِنْ قَبْلِ أَنْ يَأْتِيَكُمُ الْعَذَابُ ثُمَّ لَا تُنْصَرُونَ. Və əzab sizə gəlməmişdən əvvəl təslim olun. Tövbə eləyin, qaydın Rəbbinizə. Sonra sizə heç bir kömək olunmayacaq. فَلَا بُدَّ مِنَ الْإِنَابَةِ إِلَى اللّٰهِ. Və Allaha tərəf dönmək labüddür. وَإِذَا أَذْنَبْنَا فَعَلَيْنَا بِالتَّوْبَةِ إِلَى اللّٰهِ. Əgər günah eləsək, bizim üzərimizə vacibdir Allaha tövbə eləyək. وَلَا نَيْأَسْ. Və Allahın rəhmətindən əsla ümidimizi üzməyək. وَلَا نَقْتَعْ مِنْ رَحْمَةِ اللّٰهِ فَإِنَّهُ لَا يَقْنَتُ مِنْ رَحْمَةِ إِلَّا قَوْمِ الْكَافِرِينَ. Allahın rəhmətindən əsla ümidimizi üzməyək. Çünki Allahın rəhmətindən yalnız kafir qövmlər ümidini üzərlər. Bəyan li xuturati şirk billahi subhanahu wa ta'ala. Həmçinin bu surədə Allah'a şərik qoşmağın, şirk qoşmağın təhlükəsinin beyanı var. Fi hazihi surətil azimə bəyan li xuturati şirk. Allah Subhanahu taala bu surədə şirkin təhlükəsini bəyan eləyib buyurur ki: "Və laqad uhiya ilayka və ilellezina min qablika la in əşrakta la yahbatanna amaluka və la takunanna minəl xasirin. Bəlillah fa'bud və kun minəş-şakirin." Allah Subhanahu taala Zümer surəsi 65 və 66-cı ayələrdə buyurur ki, sənə və səndən əvvəl bütün peyğəmbərləri belə vəhy eləmişik. Əgər Allah şərik qoşsan, bütün əməllərin puça çıxacaq və mütləq ziyan çəkənlərdə olacaqsan. Bu ayə göstərir ki, şirk əməlləri batildir. Yəni peyğəmbər şərik qoşmayacaq. Yəni Allah deyir, birdən şərik qoşsan, hətta sənin əməllərin biri puça çıxar. Yəni şirk çünki əməlləri batil eləyir.
Əksinə Allah Subhanahu nə buyurur? Bəlillə fə'bud. Xeyr, sən yalnız məxsus Allah'a ibadət elə və Allahın nemətinə şükür edənlərdən ol. Allah Tebarek ve Teala vecceha hadal inzar hatta el-enbiya aleyhisselam afallah ileyhim alla tuşrik billahi şey'en. Allah Subhanahu Teala bu ayədə xəbərdar edir ki, hətta peyğəmbərlər belə Allah hiçbir şeyi şərik qoşmasınlar. Ona görə buyurur ki, sənə və səndən əvvəlkilərə belə vəhiy elədik. Sən belə şərik qoşsan, əməllərin puça çıxacaq və axirətdə ziyana uğrayanlardan olacaqsan. Fəkeyfi bi qayril ənbiya aleyhimussalatu vesselam. Əgər bu peyğəmbərlər və Peyğəmbər sallallahu aleyhi ve sellem barəsindədirsə, bəs onda peyğəmbərlərdən başqalarının halı necə olsun? Və hədə fi həthün nas ilə təvhidillah. Yəni bu ayə insanları Allaha təhləməyə təşviq edir. Və təhzir şədid ləhum minə vuqu fi şirk billah. Və onları şiddətli şəkildə çəkindirir şirkə düşməkdən. Əl-ləzi mən vəqa fihi və huvə min əqsəl xasirin. Vəliyədə billah. Kim ki şirkə düşürsə, o ziyanı vuranların içində ən çox ziyanı vurandır. Bundan Allah'a sınırıq. Fihi bəyan azəmətillah təbarək və teala qalə. Allah Subhanahu Taala həmçinin bu surədə Allahın əzəmətinin bəyanı var. Çünki Allah buyurur ki, Zümər surəsi 67-ci, 68-ci ayələrdə: "Və ma qadarullah haqqa qadri." Onları Allah'a layiqincə qədir qiymətə qoymadılar, uca tutmadılar. "Vel arda cemi'an qabdatuhu yawmal qiyamah ve semawati matwiyatun bi yemini subhanahu ve taala amma yushrikun." Allah Subhanahu Taala buyurur ki, halbuki qiyamət günü yer bütünlüklə onun ovucunun içində olacaq. Göylər isə onun sağ əli ilə büküləcəkdir. Yəni yerin göyün hükmü Allah Subhanahu Taala aid. Və Allah Subhanahu Taala o müşriklərin ona aid etdiyi sifətlərdən münezzəhdir. Subhanə. O nöqsən sifətlərdən münezzəhdir. Və nufiqa fis-sur fesa'iqa men fis-semawati və men fil-ard illə men şa'allah. Sur üfürüləcək birinci dəfə göylərdə və yerdə nə varsa hamısı yıxılıb olacaq. Yalnız Allahın istədiklərindən başqa. Fəfihi bəyan azəmətillah. Yəni burada Allah Subhanahu əzəmətinin bəyanı var. Təbarək və Teala annel kafirin ma qadarullah haqqa qadri. Və kafirlər Allah layiqincə qədir qiymətinə qoymadılar. Allah Subhanahu Taala yerlərin və göylərin Rəbbidir. Göyləri, yerləri, dənizləri, çayları, dağları yaradan və hər şeyin yaradanıdır. Və insanı yaradıb. Və Allah Subhanahu Taala insanı böyüdüb. Və buna baxmayaraq insan Allah'a layiqincə qədir qiymətə qoymur. Vallahu Təbarək və Teala min azəmətihi və kəmal qudratihi. Və Allah Subhanahu Taala kamil əzəmətindən və qüdrətindəndir ki, yerlər onun sağ ovucunda büküləcək. Göylər onun, yerlər onun bütün ovucun içində olacaq, yerdə və içində nə varsa, göylər də onun sağ əlində büküləcəkdir. Hədə Rabbunəl azim. Yəni bu bizim əzəmətli Rəbbimizdir. Yecib ən nuazzimuh və ən nəxassuhu bil ibadə. Və bizə də vacibdir ki, onu uca tutaq və ibadətlər onu təkləşdirək, onun qavanına boyun əyək. Yalnız ona sığınaq, istər sıxıntıda, istər rahat vaxtlarımızda və onu haqqınca təzim eləyək və onu kamil sifətlərindən vəsf eləyək, onu uca sifətlərindən, ən gözəl adlarınla, nə'bud haqqa ibadə, ona haqqınca ibadət eləyək. Və mə'zəlikə lə tükəfi ni'millah və lə nəstəti ən nəqubu bi şükrin ni'millah. Və buna baxmayaraq, hətta biz bunları eləsək belə, Allah Subhanahu Taala'nın nimətlərini qarşılıq verənmərik. Kəmə qalə aleyhissalatu vesselam. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, "Lə uhsi sənəən aleyk, əntə kəmə əsneytə alə nəfsik." Mən sənə olan tərifləri eləyib sahib qutara bilmərəm. Sən özünü təriflədiyin kimisən. Yəni bu Peyğəmbər sallallahu aleyhi ve sellem sözüdür. Fənəhlu lə nəstəti ən nükəfi ni'məd və min ni'millah. Biz Allah Subhanahu Taala nimətlərinin qarşılığını verə bilmərik. İzən odur ki, ey ixvətə, ey qardaşlarım, lə buddə min ta'zimillah. Allah Subhanahu Taala'nın təzimi mütləqdir. Və Allah Subhanahu Taala'nın təzimi onun əmrlərini yerinə yetirmək və qadağanlarından çəkinmək nə olur? Ta'zimul Qur'an və ta'zimus sünnə. İhtiram men yahmilunal Qur'an və sünnə Rasul sallallahu aleyhi ve sellem və sünnət Rasulullah sallallahu aleyhi ve sellem və men yəxluful ənbiyə min varasatil ənbiyə ellezine yahmilun risalati və yuballiğuna min ulema'l haqq və ulema'l sünnə və ulema'l tevhid fə innahum varasatul ənbiyə bil haqq. Və bizə də vacibdir ki, təzim ilə sünnəni, həmçinin Quranı, sünnəni daşıyanları, peyğəmbərlərin yolundan, onların varisdə yolunla gedən, onların varisləri olan haqq alimləri, sünnə alimləri, tövhid alimlərini, onları uca tutmaq, onları Allah Subhanahu Taala'nın şəriətini təbliğ eləyən, tam şəkildə təbliğ eləyən kimi görmək və onları təzim eləmək bizim üzərimizə vacibdir. فَالَّذِي لَا يَعْتَقُ الْأَقَائِدِ الْأَنْبِيَا وَلَا يَسْلُكُ مَسَالِكُمْ وَلَا يَتَّبِعُ مَنَاهِجَهُمْ لَهُمْ leysə min vərəsətihim. O kimsələr ki,
Peyğəmbərlərin qidələrində deyirlər. Onların yolunu tutub getmirlər və onlara mənhəclərində tabi olmurlar. Onlar peyğəmbərlərin varisləri deyirlər. İnnəmə vərəfətun mən yəhmiluna ra'iyətə tevhidul haqq. Yəni onların varisləri, yəni peyğəmbərlərin varisləri tövhid bayrağını haqqı ilə daşıyanlardır. Allah əmrlərin yerinə yetirənlər, qadağanlarından isə çəkilindirənlərdir. Fəkunu min haulay. Siz də bu kimsələrdən olun. Allah Subhanahu taala'dan istəyirik ki, bizi və sizi bu kimsələrdən eləsin. Həqiqətən Rəbbimiz duaları qəbul edəndir və onları eşidən və onlara tez cavab verəndir. Və sallallahu əleyhi və səlləm Muhammedin və alə alihi və sahbihi ecmaîn.